Birlikdə olanda isə onlar bizi idarə edir. Bir hadisə səni sarsıdanda, əslində sən 3 ayrı şeylə eyni anda mübarizə aparırsan. Amma bunu bilmirsən. Stoacılardan Epiktetin az bilinən bir modeli var. O deyirdi ki, insanın nəzarəti 3 ayrı sahəyə bölünür. Birincisi, sən hadisəni necə qavrayırsan. Bu sənin zehnində hadisəyə verdiyin mənadır. İkincisi, sən necə hərəkət edirsən. Bu sənin real dünyada atdığın addımdır. Üçüncüsü, sən nəyi istəyirsən. Bu sənin hədəflərin, arzuların və gözləntilərindir. Əksər insanlar böhran anında bu üçünü bir yerə qarışdırır. Hadisəni fəlakət kimi qavrayır. Bu qavrayış həyəcan yaradır. Həyəcan idarə olunmaz hərəkətlərə səbəb olur və istək sadəcə ağrının bitməsinə çevrilir. Heç bir aydın istiqamət qalmır. Nəticə xaos. Çünki 3 ayrı sahə bir kütləyə çevrilir. Amma bir şey mümkündür onları ayırmaq. Qavrayışını sual altına qoy. Bu həqiqətən fəlakətdir yoxsa məlumat? Hərəkətini sual altına qoy. Bu həyəcandan doğan refleksdir yoxsa məqsəddən doğan bir addım? İstəyini sual altına qoy. Mən nəticəyə fokuslanırammı, yoxsa düzgün addım atmağa mı fokuslanıram? Bu üçü ayrılanda qəribə bir şey baş verir. Hər biri tək-tək idarə olunması hala çevrilir. Birlikdə olanda isə onlar bizi idarə edir.